Başqa bir izləyicimiz soruşur ki, sümük iliyi, yəni qan xərçənginə düçar olmuş xəstələr daha çox hansı qidalardan istifadə etməlidirlər? Burada ayrıca bir pəhriz yoxdur. Ümumi bütün xərçəng xəstələrinin bir məsələsi var. Geniş tədqiqatlar olmasa da bir böyük tədqiqat var, Immanuel Revich'in qidalarla bağlı. O sübut elədi ki, 90-95% xərçənglər istənilən növ, həmçinin də qan və s. bu inkişaf eləyir turşulu mühitdə. Ona görə bədəni qələbləşdirmək lazımdır. Bunun üçünsə bütün növ xərçəng xəstələrinə qadağandır. Siqaret, araq, narkotik, mal əti, quzu əti, şəkər, sənaye şəkəri qadağandır. Ümumiyyətlə marketdən heç nə almaq olmaz. Bazarlardan təbii, fermerlərdən, kəndlilərdən bunlardan almaq olar. Təbii məhsulları. Bəs bal yeyə bilərlər? Bal yeyə bilər, bal təbiidir. Amma mürəbbədir, şirniyyatdır, bunları dondurmadır, bunlar olmaz. Doşabdır, baldır, xurmadır, kişmişdir, qayısıdır, qurudulmuş meyvələrdir, çərəzlərdir, təbii meyvələrdir, mövsüm meyvələrdir, səbzələr, göyərtilər, yarmalar, bunlar hamısı olar, hər şey olar.